Aparıcı Zülfiyə Bayramovanın oğlu Nahid İlqar Mikayıloğlu'nun ögey atası olması ilə bağlı şərh yazanlara cavab verib. Bu barədə o Günə Baxtda danışıb. Yazırlar ki, İlqar Mikayıloğlu Nahidin ögey atasıdır. Açıqlama verirəm. Bioloji ata olmaq asandır. Bunu hər kəs bacarır. Ata ona deyərəm ki, o oğlu böyüdür, dəstək olur. İnsanların ona sevgisini qazandırır, qayğısına qalır. İlqar müəllimin 4 oğlu var. 4-ümüzü də bir-birindən ayırmır. Çalışıram qızlarımla rəfiqə olum, amma rəfiqə olmaq o demək deyil ki, onlar əndazədən çıxmalıdır. Mən valideynəm və onun kimi qalmalıyam. Övladla nə qədər səmimi olsaq, desək, gülsək, bölüşsək də müəyyən şeylər var ki, onu mənə qarşı istifadə edə bilməzlər. Kiçik yanlışlıq etsəm belə icazə vermərəm onu dilə gətirsinlər. Mən bunu belə məsləhət bilmişəm, lazım olsa izah eləyəcəm. Bu sözləri əməkdar artist Vəfa Zeynalova Qapqara YouTube layihəsində deyib. Aktrisa əkiz qızları Lalə və Səbinədən danışıb. Vəfa Zeynalova uşaqlara qadağa qoyulmaması ilə bağlı fikirlərə etiraz edib. Son vaxtlar bizə türklərdən gəldi ki, uşağa söz demək olmaz. Psixologiyası pozulur. Bunu qəbul edə bilmirəm. Uşaq uşaqlığını bilməli və yaşamalıdır, amma yerində. Uşaq yox sözünü bilməlidir. Uşaq bilməlidir ki, bu olar, bu olmaz. Heç nə demə, dağıtsın, töksün, qəbul edə bilmərəm. Mənə də qadağalar olub, bu tərbiyəni də evimə daşımışam. Mənim uşaqlarımın öz otağı var idi. Dərsdən gəldilər, yedilər və otaqlarına gedirdilər. Rəfiqələrim gəlirdisə, söhbət eləyirlərdisə, onların bizə müdaxilə etməyə ixtiyarları yox idi. İndi hansısa rəfiqə ilə söhbət eləyirəm, uşaq imkan vermir. Deyirəm, bu nədir? Qaydalar uşağa etiraz etmək olmaz. Qoy mənə geri fikirli desinlər. Uşaq öz yerini bilməlidir.